Salam əziz oxucular. Artıq qeyd etmişik ki, Seyid Əzim Şirvaninin böyük mütəfəkkirin 190 illik yubileyi qeyd olunur. Seyid Əzim Şirvaninin izi ilə gedərək ona olan borcumuzu ödəyib qutara bilmərik. Ancaq yenə də azından çoxundan öz mövqeyimizi bildirmək borcumuzdur. Ustad deyir ki, dünyaya gələn getmək üçündür, bu nə qəmdir? Bir fikr eylə bu xilqəti Adəm nə üçündür? Seyid Əzim Şirvaninin izi ilə bu dünyaya getmək üçün gəlmişik. Azı, çoxu gümansızdır həyatın, zərbələri amansızdır həyatın. Düşünmə ki, zamansızdır həyatın, bu dünyaya getmək üçün gəlmişik. Bir gün itər biraz əvvəl tapdığın, vurar yerə kəhər deyib çapdığın, bəsdi yetər haqq yolundan sapdığın, bu dünyaya getmək üçün gəlmişik. Elə yaşa, rəhmət deyən tapılsın, çəkdiyinə zəhmət deyən tapılsın, sənə də bir ümmət deyən tapılsın, bu dünyaya getmək üçün gəlmişik. Dünya dolar, həm boşalar yorulmaz. Alan, verən qüdrətinə darılmaz. Bu aqibət bizlərdən heç sorulmaz. Bu dünyaya getmək üçün gəlmişik. Ustadın ruhu şad olsun.